Boğaz, əzələ, oynaq ağrıları, halsızlıq, yüksək temperatur və öskürək. Son zamanlar bu şikayətlərlə həkimə üst tutanların sayı artıb. Həkimlərin sözlərinə görə bu xəstəlik bəzən yüngül keçsə də, düzgün müalicə olunmadıqda bronxit, sətəlcəm kimi ağırlaşmalara yol aça bilər. Risk qruplarına daxil olan insanların vəziyyətinin daha da pisləşmə ehtimalı var. Biz bazen deyirik ki, qrip enfeksiyonudur, belə keçər də, yəni bir problem olmaz. Amma qrip enfeksiyonu da özəlliklə risk qrupu olan xəstələrdə, şəkərli diabeti, ürək xəstəliyi olan, böyrək yetməzliyi olan, eyni zamanda dializ tədavisi alan, eyni zamanda qaraciyər xəstəliyi olan xəstələrdə ciddi ağırlaşmalara səbəb ola bilər. Xəstəlikdən qorunmaq üçün isə düzgün qidalanmaq, istirahətə fikir vermək, əl gigiyenasına riayət etmək və ən əsası mövsümi peyvəndlərdən yararlanmaq tövsiyə olunur. Xüsusilə hamilə qadınların, xroniki tənəffüs sistemi xəstəlikləri olanların və 6 aydan yuxarı körpələrin qripə qarşı peyvənd olunması vacib sayılır.